Allah iki ev yarattı. Birin sadiqlərə, doğruçulara, doğru danışanlara, salihlərə, müttəqilərə. Müttəqi kimdir? Allah'tan qorxur, təqvalıdır. Salih kimdir? Əməli salih, dediyim infak eden adamlar, yaxşılıq eləyən adamlar. Allah iki ev yarattı. Birin sadiqlərə, salihlərə, müttəqilərə. Digər bir evi də yarattı zalimlara, pislərə, şər əhli olanlara. Bir evin adını qoydu cənnət, digərinə cəhənnəm dedi, ateş dedi. Cənnətdə peyğəmbərlər, sadiqlər, şəhidlər, gerçək sonsuz rəhmət olan Allahın neməti ilə dolu olan insanlar həmən o cənnətə girəcəklər, daxil olacaqlar. Allah Teala buyuracaq, udxuluha bi salamin aminin, daxil olun əmniyyət evinə. Sonsuz rəhmət var cənnətdə. Digəri isə əzab dunəl əzab. Dunəl əzab. Əzabın içində əzab var, cəhənnəm ateşi. Bir qism insanlar deyəcək, ilahi qaytar məni dünyaya, məni Rəbbirciuni, ilahi Quranda ayə var, məni qaytar dünyada yaxşı əməllər eləyim. Allah Teala buyuracaq, kəlla xeyr, artıq gecdir.